Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Hal-hazırda Belçika'da Brüksel'deyim. Kardeşler demişti ki burada burada böyle bir kitapxana var. Giriş ödənişsizdir. İnşallah girə baxaq görək içəridə nə var. İçərisi belə bir yerdir. Görürsünüz. Bura deməli De Brücke. Demək birinci mərtəbədə yavaş danışıram, burada hamı sakit kitab oxuyur. Birinci mərtəbədə deməli hamı kitab oxuyurdu. Qalxdım ikinci mərtəbəyə. Bura ikinci mərtəbədə görürsünüz bu belə bir yerdir. Burada kitablar var. Kitabları götürüb gəlib burada oturub oxuya bilərsiniz. Oturun, nə bilim, uzanın, dincəlin. Üçüncü mərtəbədə deyəsən var. Sonra burada nələr var? Burada deyəsən belə stol üstü oyunlardır deyəsən. Yoxsa belə gəlib vaxtınızı burada uşaqlarla falan keçirə bilərsiniz inşallah. Və burada gəlib belə rahat giyinə bilərsiniz. Zarafat elə uzana bilərsiniz. Buradan kitablardan götürürsünüz, burada oturub oxuyursunuz. Qalxaq görək üçüncü mərtəbədə nə var. Burada da belə kitablar var. Kitablar belə oturmağa, uzanmağa yerlər var. Mən 2 ildir burada yaşayıram. Buradan xəbərim yoxdur, Allah razı olsun. Qardaşlar, deyirlər belə bir yer var. Kompüter falan da var, yine istifadə etmək olar. Burada 4-cü mərtəbədir. 4-cü mərtəbədə orada böyle bir otaq var. Zalda zalda görürsünüz, çoxlu kompüterlər var. Hamı oturur, özü üçün istifadə edir. Ödənişsiz, belə başa düşdüm. Burada axırıncı mərtəbədir. Bax, burada görürsünüz. Kompüterlər burada var. Yaxınlaşdıra bilmədim, iMac istifadə edə bilərsiniz. Burada kofe və s. qoyular içə bilərsiniz. Ən maraqlı olan isə bax, budur. Görürsünüz, burada bizim Azərbaycanın bayrağını kimsə öz eyvanından asıb. Yəqin ki, bir Azərbaycanlı yaşayır orada.